xəstənin həkimə olan etibarına təsir edən ən önəmli faktorlardan biri lazımından çox analizlərin istənilməsidir. Misal olaraq 8 yaşında utancaq xəya şikayətlə bir uşaq müraciət etmişdi bu yaxınlarda. Bir mərkəzdə o uşaqdan qanda kreatinin, acılıq qan şəkəri, hemoqlobin A1C, total testosteron, D vitamini, ümumi sidik analizi, böbrəklərin ultrasəs müayinəsi, xəya ultrasəs müayinəsi və uroflometri istənilib. Və nəticəsində əməliyyat qərar verilib. Halbuki utancaq xəyanın diaqnozu əllə müayinə ilə qoyulur. Əgər o utancaq xəyada sizdən xəya ultrasəs müayinəsi istəsən, yanıltıcı olaraq o gelin, o soyuq kreminin nəticəsində xəyanın refleks olaraq büzüşməsi nəticəsində xəya yuxarıda görülə bilər və enməmiş xəya kimi dəyərləndirilə bilər. Ona görə utancaq xəyanın diaqnozu əllə müayinə ilə qoyulur. Və bu fərqlilik xəstənin həkimə olan etibarına təsir edir. Bütün bu analizlərin nəticəsində uşağa əməliyyat qərar verilib, sən əllə müayinə edirsən və əməliyyata ehtiyacı yoxdur deyirsən və valideyn bu ikilərin arasında qalır. Nə edəcəyinə qərar verə bilmir. Baxın, mən daxil bütün həkimlərin istədiyimiz analizlər, müalicə etdiyimiz xəstələr başqa həkimlərə bəzən müraciət edə bilirlər. Və bu fərqlilik xəstənin həkimə olan etibarına mənfi mənada təsir edir. Və bu da ümumi götürəndə Azərbaycan həkimin adına təsir edən bir faktordur. Buna diqqət etmək lazımdır. Hələlik.